mən o qanuna dedi yadıma düşdü. Mən hər dəfə o məsələni xatırlatmağa çalışıram ki, ona bir əncam çəksinlər. Deməli, Azərbaycan qanunvericiliyində belə bir şey var. 16 yaşında olan qız rəsmi olaraq ərə gedə bilməz. Yəni bu normal bir şeydir, az yaşlı. Amma ərə getmədən öz razılığı ilə kimlərsə cinsi əlaqədə olur. Bu çox biabırçı bizdə belədir, cinsi əlaqəyə girmə yaşı 16-dır, evlənmə yaşı 18-dir. Mən həmişə sual verirəm. O ikinin adına 16 ilə 18-in arasındakı adı nə qoyuruq ora? Mən çox maraqlıdır. Yəni o qanun niyə var? Yəni o niyə var o maddə orada? Çox maraqlıdır. Bilirsiniz o nə deməkdir? Məsələn, evlilikmi bizim milli mənəvi dəyərlərə, adətənə uyğundur, yoxsa evlilikdən kənar əlaqəmi? Əgər bu Avropalaşma budursa, mən onu qəbul eləmirəm. Yəni biz deyirik ki, bax, birdən evlənərsən, yəni ərə gedərsən, ərlə olmaz. Hüquqi, Allah qarşısında dini qarşısında. Belə rəsmi get belə. Məsələn, mən toy eləyim, kimsə toy eləsin 17 yaşındakı qızlar, polis, töküləzə tutacaq, 17 yaşında düz özü bilmiş. O düz, bu düz, qeyri-qanun. Yəni, bilirsiniz, bunlar harasa oxşamağa çalışmaq lazım deyil. Özümüzün adət-ənənələrimiz, özümüzün qaydalarımız. 18 yaş qoymuşsan evlilik yaşında, yaxşı, mən də dəstəkləyirəm. Bunu əlaqə yaşında 18. Qaldırsın, laf eləsin 20 yaş. Mən yenə razıyam. Amma bu bilsin də eləsin. Bu niyə 16 yaş olmalıdır ki? Yəni bu əslində bunun yaşı çox olmalıdır. Əslində tez evlilik elə ona görə erkən evlilik deyilir də, düzdür ya o. Sırf o məsələdir də yəni. Yoxsa sən buna kim tez icazə verirsən, amma bilirsiniz bu məsələlərdə yenə deyirəm, Rahat bəy, mən bunu dəfələrlə demişəm, gərək insanların içi yana, canı yana, ürəyi yana, başa düşdünüz? Yəni, ürəyi yanmayanda, bir qanunu Rusiyaya xoş gəlmək üçün qəbul eləyəndə, bir qanunu Fransaya xoş gəlmək üçün, bir qanunu İrana xoş gəlmək üçün qəbul eləyəndə belə əndirabadi qanunlar toplusa əmələ gəlir və Ailə Qadın Uşaq Komitəsinə o gün jurnalistlərdə zəng eləmişik ki, bu iki bacının itməsindən bağlı mövqeyimiz nədir? Biz bu işə qarışmırıq. Ailə Qadın zəng edib ki, uşaq itib, bu iki bacıda bu məsələyə münasibət nədir? Biz bu işə qarışmırıq. Buna hansı işə qarşılıq? Yəqin neft müqavilələrinə baxırlar, ailə qadın uşaq neft müqavilələrinə və yaxud da iqtisadiyyata. Yəni, bu vəziyyətə gəlib salıblar və niyə salıblar? Onu da deyim, rəqabət yoxdur axı. Parlamentdə Bahar xanım çıxış eləyib, hesabat verəndə orada biri qalxıb demiş, ay Bahar xanım, boşanmalar niyə bu qədərdir? Niyə bax bir dənə sosial sorğu keçirsiniz? Biz boşanmalarda Avropanı önləmişik, Avropanı keçmiş. Belə şeylərdə çox rahat şəkildə mən bir daha deyirəm, bizdə hələ o Ailə Qadın Uşaq Komitəsi hələ də o statistikanı aparmır ki, boşanmaların səbəbləri nədir? Məsəl üçün, sosial problem neçə faizdir, keçinməzlik neçə faizdir və yaxud da keyfi boşanmalar nə qədərdir, səbəblər. Bunların hamısı datalar, məlumatlardır. Bunlar keçirilməli, sorğu olmalı. Bəlkə var, açıqlamırlar. Niyə açıqlamırlar? Yoxdur, harada var? Neçə boşanan ailə təhsillidir, neçəsi təhsilsiz, neçəli bir tərəfli təhsilli, neçəsi iki tərəfli təhsillidir. Boşanan ailələrin neçəsi uşaqlıdır, neçəsi uşaqsızdır, neçəsi çox uşaqlıdır, neçəsi az uşaq. Bunların hamısı ayrı-ayrı bir sosial sahələ araşdırılmalıdır və bir nəticələr, həll yolları çıxar. Yoxsa az qala 49%, 50% boşanma var. Və boşanmalar da Rahat bəy, həm uşaqlar üçün, həm ailələr üçün, həm cəmiyyət üçün dağıdıcı təsirə malik. Çünki dövlətə əmələ gətirən ailələrdir. Dövlətin təməli ailə institutudur. Ailə institutu zəifləyəndən sonra, sıradan çıxandan sonra dövlət də sıradan çıxır. Dövlət institutu da sıradan çıxır. Bunlar humanitar məsələ kimi baxır buna. Buna ciddi bir siyasi, sosial, iqtisadi məsələ kimi. Humanitar şey boşanır da, nə var axı boşanır da. Məhkəmə iddialarında da o məsələlər məncə siz tam doğru vururlar. Bu məsələlər tam araşdırılmalıdır. Çünki məhkəmə iddialarının 90%-də eynidir. Biz yola gedə bilmirik, boşanırıq deyə bir iddialar var. O bizim niyə? Geri vəkillər bunu yazaq, səbəb nə olur olsun. Bəs o baxımdan da hər işin peşəkarı öz işindən məşğul olsa, düşünürəm ki, daha inkişaf edir. Və bu məsələləri müzakirə edəcək platformlar niyə sizlə bu məsələləri müzakirə eləməliyəm? O millət vəkilləri, hanı bunun aidiyyatı qurumlar, hanı niyə danışmırlar, niyə ictimai müzakirələr keçirilmir? Baxın, hər şey yaxşıdır. Fikrin, efirlərə baxın belə, hər şey Azərbaycanda yaxşıdır, hər şey superdir, hər şey, qardaş, super deyil, hər şey yaxşı deyil. İşsizlik də var, səhiyyədə problemlər də var, təhsildə problemlər də var, iqtisadiyyatda biabırçılıqlar da var, ailə institutu məhv olur, uşaq siyasətimiz bərbaddır, sağlamlıq siyasətimiz bərbaddır.
Düzdür? IQ səviyyəsi bilirsiniz biz MDB sıralamasında neçənci yerdəyik? Təhsil vəziyyətimiz nə yerdədir? Beynəlxalq reytinqlərə görə imla yazmaq, oxumaq sürətli. Bizdə hansı vəziyyətdədir? Bu hansı məsələdə biz öndəyik? Boşanmalar. Hə, yəni. Çox təşəkkür Mən edirəm təşəkkür Tural bəy, edirəm, dostlar. sağ olun. Minnətdaram sizə dəvətimi qəbul elədiniz, gəldiniz. Dəyərli Cəbhə TV izləyiciləri, hər birinizə dərin təşəkkürümü bildirirəm.